Ali məhkəmədə keçirilən simulyasiya çərçivəsində Naxçıvan Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələri tərəfindən mülki mübahisə üzrə məhkəmə baxışı səhnələşdirilib. Səhnələşdirilmiş prosesdə pul tələbinə dair mülki mübahisəyə baxılması üzrə işin birinci instansiya məhkəməsində baxışı canlandırılıb. Sübutların tədqiqi, tərəflərin izahatlarının alınması, şahidlərin dindirilməsi, müşavirə otağında məhkəmə qərarlarının hazırlanması və elan edilməsi tələbələr tərəfindən əyani şəkildə nümayiş etdirilib. Sizdən Abbasın qidasının rədd edilməsini xahiş edirəm. Əyləşin, cavab vermə şübhəmədəsi. Hörmətli məhkəmə, iddianın rədd olunması və mülki şərtdən verilməsini sizdən xahiş edirəm. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının hakimləri Mehman Allahverdiyev, Zamiq Əliyev və Mehdi Əliyev münsif qismində tələbələrin iştirakını izləyiblər. Sonra simulyasiya üzrə münsif hakimlərlə səhnələşdirilmiş məhkəmə prosesinin nəticələri müzakirə olunub. Məhkəmənin Naxçıvan Dövlət Universiteti ilə imzaladığı memorandum diqqətə çatdırılıb. Qeyd edilib ki, hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin nəzəri biliklərlə yanaşı təcrübə biliklərinin də artırılması, yetişməkdə olan gənc hüquqşünasların gələcək peşə vərdişlərinin formalaşdırılması Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin diqqətindədir və bu layihələrin ənənəvi xarakter daşımaqla gələcəkdə də həyata keçirilməsi nəzərdə tutulur. Prosesualdan bildiyimiz bütün o hüquqları, vəzifələri, məhkəmə iclasının gedişi, hakimin proses aparması, proses iştirakçılarının hüquqları, hərəkətləri bunlar barəsində bizim məlumatlarımız var idi. Bugün biz bunları, o nəzəri biliklərimizi praktiki şəkildə gördük. Başqalarından da yox, özümüzü icra elədik. Bu bizim üçün çox xoş oldu. Bizim universitetdə öyrəndiyimiz prosessual qaydaları burada canlandırdıq və bizim üçün xoş oldu. Həm biliklərimizi yenilədik, həm də əyləndik. Bunun üçün həm Naxçıvan Dövlət Universitetinə, həm Ali Məhkəmənin bütün kollektivinə təşəkkürümüzü bildiririk. İddiaçı Ələkbərov Abbas Nəsiboğlunun, onun vəkil nümayəndəsi Samiq Nuriyev, Səbrinə Elxan qızı, Nifti İbrahimov, NTV Xəbər. İzzətoğlunun, onun vəkil nümayəndəsi Səlimzadə Sumaya Fəxri qızının iştirakı ilə